Alo, Bəli, kimdir? hörmətli müştəri, sizlə danışan bank əməkdaşıdır. Mütəxəssislərimiz kartınıza kibermüdaxilənin edildiyini aşkarlayıb. Daxili İşlər Nazirliyi kibertavamalarla bağlı vətəndaşlara çağırış edib. Bu barədə News 24 Daxili İşlər Nazirliyindən məlumat verilib. Dəyəduzlar sizə zəng edərək, mesaj yazaraq və ya link göndərərək mütəxəssislərimiz kartınıza kibermüdaxilənin edildiyini aşkarlayıb. Kartınızdakı vəsait hər an oğurlana bilər. Xahiş edirik, pulunuzun təhlükəsizliyi üçün kart məlumatlarınızı təqdim edin, deyə sizdən bank kartınızın məxfi məlumatlarını tələb edə bilərlər. Hətta görüntülü zəng etməklə sizi daha da özünə inandırıb yönləndirə, təlimatlar verib telefonunuzun dilini dəyişdirərək kartınızdakı pulu oğurlaya bilərlər. Bir daha qeyd edirik ki, heç bir halda bank əməkdaşı vətəndaşa zəng edib ondan bank kartının məxfi şifrələrini istəmir. Bunun üçün link, SMS yaxud elektron məktub göndərmir. Hansısa şübhəli əməliyyat aşkarlandıqda, hətta sistemdə çətinliklər yaransa belə, heç bir bankın əməkdaşının sizdən məxfi kart məlumatlarını soruşmağa ehtiyacı yoxdur. Bank əməkdaşı sizdən yalnız kartınızın ilk və ya son 4 rəqəmini, sistemdə qeydiyyatda olan əlaqə nömrəsini və ya şəxsiyyət vəsiqəsinin PIN kodunu istəyə bilər. Anlamalıyıq ki, bank kartınızın tam nömrəsini, PIN, CVV, OTP kodlarını və digər şəxsi məlumatları istəyən, sizə SMS göndərən şəxslər dələduzlardır. Onlara inanmayın. Şübhələndiyiniz ilk anda zəngi sonlandırın. Gəlin kartınızın təhlükəsizliyini birgə qoruyaq.